Belə bir suallara baxaq. Birinci sualda reaksiyanı verib, deyir ki, x-anı müəyyən edin. Burada oksidləşmə və reduksiya reaksiyalarında bu tip şəkillərdə alınan və verilən elektron sayları bir-birinə bərabər olduğunu unutmamalıyıq. Burada baxırıq, xrom var. Deməli, əvvəldə xrom olacaq. Cavablar da xromludur və kükürdə baxırıq. -2-dən 0-a gəlir. 1 mol kükürt 2 mol elektron verib, amma kükürt 3 mol iştirak edir. Deməli, burada 6 mol elektron verilişi var. 6 mol elektron verilib, yəni kükürtlər tərəfindən. Deməli, X-in tərkibindəki xrom da 6 mol elektron alıb. Amma dərəcə dəyişimini tapmaq üçün bir xromun aldığı elektronu tapmalısınız. Biz görürük 2 mol xrom bu 6 mol elektronu alıb. Deməli, 2 mol xrom əgər 6 mol elektron alırsa, 1 molu 3 mol elektron alacaq. İndi xrom fikirləşin. Xromun oksidləşmə dərəcəsi nədir ki? 3 mol elektron aldıqda xrom 3 müsbətə gəlib. Deməli, xrom burada nə imiş? Müsbət 6 imiş. Çox gözəl. Xrom müsbət 6 görürük. Burada da var. Burada da var. Burada da var. Hətta burada da var. Xrom müsbət 6. İndi bəs bunun hansı olacaq? Hansı olacaq? Fikir verin. Burada A var. Yəni, yüksüz deyil. Ona görə bu variantı çıxdıq. Bunlar onsuz da yoxdur. Ya bu olacaq, ya da bu olacaq. İndi X-a fikir verin, 1 moldur. 1 moldur. Yəni, burada sağda 2 xrom var. X-da da əmsalı 1-sə, deməli, X-in özündə 2 mol xrom var. Ona görə cavab D olacaq. A da çıxdı buna görə. 5-ci suala baxırıq. Burada deyir, reaksiya zamanı reduksiyacı 11 mol elektron verərsə, mol oksigen neçə mol demək istəyir ki, neçə mol oksigen sərf olunar. Siz bunu reduksiyacı şərti ilə eləsə çətinlik olacaq. Niyə görə? Çünki burada bu reaksiyada 2 dənə reduksiyacı var. Həm dəmir, həm də kükürt. Bunu ən yaxşısı eləməyin yolu. Reduksiyacı 11 mol elektron verərsə şərtin, oksidləşdirici 11 mol elektron alarsa şərtinə dəyişməkdir. Çünki alınan verilən bir-birinə bərabərdir. İndi oksigen. Bu reaksiyada əmsallaşdırsaq, bura 4 düşürdü. Bura 11, O2, 2F2O3 plus 4SO2 desək, 0-dan -2-yə gəlir, fərz edək. Oksigen burada ümumilikdə baxın, -2-yə gəlir. 2 mol elektron, 1 oksigen atomu 2 elektron verir deyək, 1 oksigen. Və yaxud 1 mol oksigen atomu 2 mol elektron verir. Bağışlayın, alır oksidləşdiricidir. İştirak edən 22 mol oksigen atomu bəs neçə mol elektron alır? Burada 22 vur 2, 44 mol elektron alınır. Deməli, reaksiyada 11 mol O2 sərf olunanda 44 mol elektron alınır. Bəs 11 mol elektron alınması varsa neçə mol oksigen sərf olunur? 44 ilə 11 gedəcək. Burada 4 qalacaq. 11 də 4-ə bölsək 2,75 mol A variantı olacaq.